Ölkə ərazisində qripin yayılmasında artım müşahidə olunur. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Mənim nəvələrim də qrip olubdur. Necə müşahidə? Öskürürlər, boğaz ağrısı. İndi hal-hazırda biz özümüz də öskürürük. Bu öskürək artıq sizə deyim də bir 3 həftədir ki, çıxmır uşağın canından. Ən çox öskürək boğazında, burun axması olur çox vaxt. Belə çox ağırlaşdırmağa qoymuram, bəzən də qızdırması. Keçən il müqayisə eləsək görərik ki, bu fəsildə də, qış fəsilində həqiqətən qripə yoluxma hallarının sayında bir qədər artım var. Ümumi əlamətlər, yəni hərarətin yüksəlməsi, zəiflik, halsızlıq, əzələ baş ağrıları, oynaq ağrıları və o cümlədən yuxarı tənəffüs yollarının zədələnməsi, yəni burun axması, boğaz ağrısı, öskürək və s. kimi əlamətlər. Bu infeksiyalar içərisində ən belə deyək ki, arzu olunmayan, təhlükəlisi, nisbətən ağır keçəni, fəsadlaşanı və xüsusən də həssas insanlar qrupunda müəyyən problemlər yaşadan infeksiya qrip infeksiyasıdır. Biz bir daha qeyd edirik ki, bütün dünyada olduğu kimi biz əhalini, yəni bu peyvəndin verdiyi bizə bu müsbət nəticələrdən bəhrələnməyə çağırırıq. Amma bunu vaxtında eləmək lazımdır. Çünki olunmuş peyvənd 2 həftədən sonra yalnız belə deyək ki, həmin o viruslara qarşı, yəni qrip virusuna qarşı immuniteti əmələ gəlməsinə səbəb olur. Qeyd olunub ki, qripə qarşı vaksinasiya tam ödənişsizdir. Yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.